Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün biz həm miqə, həm sertifikasiyaya düşəcək sınaqlardan biri olan ştanqe sınağını öyrənəcəyik. Ümumiyyətlə bu ştanqe sınağı, ortostatik sınaq, kinestatik sınaq idmançıların və ya şagirdlərin idmana dözümlü olub-olmadığını və yaxud idmançıların məşqdən müəyyən vaxt sonra, məsəl üçün 6 ay, 1 il sonra olunan məşqin effektiv olub-olmadığını öyrənməkdən ötəridir. Amma yeni tələbələr üçün onların ürək vəziyyəti, tənəffüs sisteminin vəziyyəti yoxlanmaqdan ötəri də bu testlərdən istifadə oluna bilər. Biz bugün birlikdə ştanqe sınağını sizinlə öyrənəcəyik. Deməli, ştanqe sınağı nədir? İlk öncə biz idmançını 5 dəqiqə sakit vəziyyətdə oturtururuq, əyləşir. 5 dəqiqədən sonra sakit vəziyyətə bədəni gəldi. Sakit vəziyyətə gələndən sonra idmançı dərindən nəfəs alır və saniyə ölçən qoşulur, saniyə ölçülür. Saniyə ölçənlə. Həmin saniyə ölçənlə başladıq ölçməyə. Əgər həmin idmançı nəfəsini biz başlayandan 90 saniyə ərzində 90 saniyə və daha çox saxlayıbsa bu əla nəticədir. Əgər 90 saniyə və 60 saniyə aralığında saxlayıbsa bu yaxşıdır. Yaxşı nəticədir. Əgər 60 saniyədən 30 saniyəyə kimi saxlayıbsa bu kafidir. 30-dan aşağı isə çox pis nəticədir. Ona görə idmançı tənəffüsünü sakit vəziyyətdən sonra 5 dəqiqə istirahətdən sonra biz şagirdin tənəffüsünü nə qədər saxlaya biləcəyini ölçdük. 90 saniyə dedik ki, üstü 90 saniyə plus daha çox saxlayarsa əla, 90-60 arası yaxşı, 60-30 arası kafi, 30-dan da aşağı çox pis nəticədir. Əslində idmançıdırsa, idmançıdan söhbət gedirsə bu 90 saniyə üstü olmalıdır. İndi şagirdlərdə ola bilər ki 60-30 olsun, daha çox 60-30 olar. Çünki onlar idmançı deyil, onların ağciyər tutumu da balacadır. Ümumiyyətlə yadınızda qalsın, bu ağciyərimizin həyatı tutumunu ölçməkdən ötəri sınaqdır. Həyatı tutumu. Çünki biz nə qədər çox saxlasaq tənəffüsümüzü, ağciyərimizin tutumu bir o qədər böyükdür deməkdir. Yəni daha çox oksigen getdi ağciyərimizə. Biz onun sayəsində, həmən oksigenin sayəsində daha çox
havasız qala bildik. Bu havasız qalmaq nə üçün bizə lazımdır? Biz ağır məşqlər eləyən zaman tənəffüs dərinləşir və bədənin oksigen borcu yaranır. Bu oksigen borcuna qalib gələ bilməkdən ötəri ağciyərlərimizin həyatı tutumu böyük olmalıdır ki, bizim bədənimizin oksigen borcu çox yaranmasın və biz məşqləri, ağır məşqləri davam elətdirə bilək. Ağır məşqlər isə bizim fiziki tərbiyədə 6 hərəkə qabiliyyətdən sonuncu hərəkə qabiliyyət olan dözümlülük qabiliyyətinə aiddir. Ümumiyyətlə, ümumi olaraq testlərdə düşsə ki, ağciyərin həyatı tutumu ən böyük olan idman növü hansıdır? Yazacağıq ki, ağciyərin ən böyük həyatı tutumu olan avar çəkənlərdir. Ən böyük ağciyər həyatı tutumu idman növlərindən avar çəkmədir. Bu testlərə düşür. Miqdə neçə dəfə bu sualla rastlaşmışam. Bunu da belə yadda saxlayaq. Çox asan bir testdir. Çox yaxşı testlərdən biridir. Amma ortostatik testdə, ortostatik sınağa çatanı mən deyərdim ki, yoxdur. Çünki orada həm nəbz ölçülür, həm idmançının təzyiqi ölçülür. Bu isə ürək fəaliyyətinin birbaşa necə olduğunu biz orada aşkar eləyə bilərik, həkimsiz falansız. Bu da belə.